iki variant ola bilər. Bir, istənilən açıqlama, məsələn, çıxıb desə ki, mənə qara yaxırlar. Bu da hökumətin ünvanına ciddi bir tənqid olacaq. Mətbuata gedəcək də bu. Çünki mətbuat qaralayır prinsipcə. Məhkəmə qərarını mətbuat verməyib baxır. Bir şey var, məhkəmə qərarı hardadır? Məsələn, mən görmüşəm. Görsəniz mənə də göstər. Mən də istəyirəm görüm onu. Çünki məhkəmə qərarını mən açıram saytlarda, Səbail rayon məhkəməsi və s. orada elə bir qərar yoxdur. Amma qərar varmış kimi də qeyd olunur. O baxımdan bu da bir başqa mütərizə içərisində sualdır. Bax, Azərbaycan reallığında da belədir ki, bəzi məsələlərin publik olmaması danışıqların getdiyinə işarə olur. Hansısa bir danışıqların getdiyinə. Bilmirəm, var da məsələn Amerikan filmlərində də görmüşük də, hansısa müqəssir istintaqla anlaşır və anlaşma nəticəsində müəyyən güzəştlər əldə edir. Gizli şahid falan da olur. Bəli. Yəni belə bir şeylər də ola bilər. Ola bilər hansısa bir danışıqlar gedir, anlaşmalar gedir. Ola bilər ki, Ramiz Mehdiyev anlayır ki, artıq onun qatarı çoxdan gedib. Öz ailə üzvləri ilə bağlı, kimlərləsə bağlı, hansısa bir anlaşmaya gedib, hansısa bir onların heç olmasa xəsarət almadı, xəsər görməməsinə çalışır. Bilmirəm. Hər şey ola bilər, Azərbaycan reallığı, hər şey ola bilər. Amma əksini düşünək də bir anlıq. Təsəvvür edin, elə sizə, ölkənin ən tanınmış jurnalistlərindən birinə, ya başqa birinə çıxır, siz məmnuniyyətlə onu məsələn efirə dəvət eləyərsiniz. Bu fantastik bir şey olar. Çıxır deyir ki, elə bir şey yoxdur, hamısı fake'dir. Amma ölkədə problemlər var, ölkədə korrupsiya var, rüşvət var. Düzdür, onun inandırıcılığı çox az olacaq da, başında durmusan bu sistemin bəzi hallarda. Amma bunu belə deyəndə simpatiya yaranacaq. Bax, budur məsələ. Məsələn, məsələnin kökündə duran, siyasi olaraq, hüququ demirəm, hüququ indi, yenə deyirəm, məhkəmədir, hüquq mühafizə orqanlarıdır, yəqin ki, ortalığa ciddi iş qoyacaqlar. Amma məsələnin siyasi olaraq kökü budur ki, ən adios fiqur belə tənqidi məsələlərlə çıxış eləyirsə, simpatiya toplayır. Bu hökumətin, bəli, hökumətin bu düşünməsinə vadar edir. Hökumət papağını qabağına qoyub düşünməlidir. Bu niyə belədir? Niyə belədir? Xaricdəki o söyüş murdar media. Ağılsız, tupoy adamlardır, üzr istəyirəm ifadəmə görə. Çünki mənim ailəmə belə söyürlər də. Yəni, niyə söyürsünüz? Sözünüz var, mənə deyin də. Çox tərbiyəsiz adam. Amma onlar belə tənqidi çıxış eləyəndə az qalır onlara da simpatiya yaranır. Niyə? Bax, niyə belə olmalıdır? Bax, bu məsələlər siyasi olaraq məni daha çox narahat edir. Hüquqi olaraq, yenə deyirəm, hüquq mühafizə orqanlarının əlində kifayət qədər, bir bu məktubla iş bitməyəcək də, çox güman ki. Bir məktubla bu qədər ağır maddələrlə cinayət işi açılmaz da, düzdürmü? Və sizin sözünüzə qüvvət doğrudan da bu ağır maddələrin üçünün ikisində fərdi qaydada məsuliyyətə cəlb etmək olar. Məsələn, dövlətə xəyanət tək də eləmək olar da. Hansı ölkəyə casusluq eləyirsən, dövlətə xəyanətdir, səni tutub basırlar, haqlı olaraq dövlət səndən hesab sorur. Və yaxud da biznes və yaxud da iqtisadi cinayətkarlığa tək də eləyə bilərsən də. Gedirsən, mənimsəyirsən, nə bilim, dövlət əmlakını mənimsəyirsən, büdcədən oğurluysan və s. Amma dövlət çevrilişinə cəhd tək oluna biləcək bir şey deyil də. Bu qrup halında olmalıdır, bunun planı olmalıdır. Vaxtı dəqiq olmalıdır ki, filan günü filan yerdə hərəkətə keçirik. Və yaxud da təxribatlar olmalıdır. Mən nəyə görə buna deyirəm? Ertələnmiş cəza. Azərbaycanda bəzən Ramiz Mehdiyevin hakimiyyətdən gedəcəyi söhbətləri çıxan kimi zaman çıxırdı da media. Yəni deyirəm də, bizə hava xoşdur. Biz 20 il bundan qabaqda onu tənqid eləmişik. 10 ildə, 5 ildə, 5 gündə. Hansısa rayonda ciddi ixtişaşlar olurdu. Gah Qubada, gah İsmayılda. Bax, xatırlayaq da o dövrü. Bu adamın hakimiyyətdən gedəcəyi və yaxud da uzaqlaşdırılacağı referendumlar ərəfəsində, hansısa bir ciddi hadisələr, seçkilər ərəfəsində, hansısa rayonlarda birdən-birə bir hadisələr partlaq verirdi. Niyə? Bəlkə onu araşdırsınlar elə.